Çox hörmətli təbib əməkdaşlarım, artıq gördüyünüz kimi Birləşmiş Ərəb Əmirliyindən sizlərlə ünsiyyət qururam və bu fürsətdən istifadə edib demək istəyərdim ki, sizlərə, bütün əməkdaşlara təşəkkürümü bildirmək istəyirəm. Etdiyiniz simpozium çox yüksək səviyyədə keçib və demək istəyirəm ki, bu bizim üçün də bir fürsət oldu ki, həm necə deyərlər, xaricdə yaşayan həkimlərlə, Azərbaycanlı həkimlərlə, mütəxəssislərlə, alimlər ilə tanış olaq. Maşallah, çox yüksək bir pozisiyada orada yer tuturlar və bu çox qürur verici bir haldır və demək olar ki, məhz sizin sayənizdə biz onlarla tanış olduq. Eyni zamanda da Azərbaycanda olan həkimlərlə, alimlər ilə çox belə yüksək təəssüratla geri döndüm. Artıq tanıdıqlarım da var idi təbii ki və sizin sayənizdə də tanış olduqlarım oldu və həqiqətən də çox böyük bir işlər edirlər. Yaxından biz deməli Səhiyyə təşkilatı ilə tanış olduq və deyə bilərəm ki, çox yüksək bir işlər görüldü, görülür də, gördüyüm qədər, yəni mütəmadi olaraq davamlı bir şəkildədir. Mən istəyərdim ki, gələn dəfə biz hərəmiz bir xarici əməkdaş, alim özümüzdən gətirək, əgər belə bir simpozium olacaqsa bir də və onları da bizim sistemimizlə tanış edək. Təşəkkür edirəm.